Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Avropa regionu gömrük xidməti rəhbərlərinin görüşü keçirildi. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, Gömrük Xidməti General-Polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Görüşdə regional əməkdaşlığın gücləndirilməsi, institusional inkişafın sürətləndirilməsi və Ümumdünya Gömrük Təşkilatının strateji prioritetlərinə uyğun fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə dair məsələlər müzakirə edilir. Ümumdünya Gömrük Təşkilatının Avropa regionu gömrük xidməti rəhbərlərinin görüşü çərçivəsində Azərbaycan və Estoniya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib. Estoniya Vergi və Gömrük Şurasının dəvəti əsasında keçirilən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Estoniya Vergi və Gömrük Şurasının sədri Raigin Ukkuvinin iştirak etdikləri görüşdə gömrük sahəsində rəqəmsal həllərin tətbiqi, risklərin idarə olunması, məlumat mübadiləsi və institusional əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov mentorluq proqramı çərçivəsində 5-ci yüksəliş müsabiqəsinin qalibləri Fərid Hüseynov və İrşad Əskərxanlı ilə görüş keçirib. Görüşdə peşəkar gənc kadrlara yaradılan imkanlar, onların potensialının gücləndirilməsi, o cümlədən liderlik və idarəçilik bacarıqlarının təkmilləşdirilməsi baxımından yüksəliş müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Dövlət Gömrük Komitəsinin və Özbəkistan Respublikasının gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib. Elektron ticarətdə hüquq pozmalarla mübarizə mövzusunda keçirilən görüşdə hər iki ölkənin gömrük xidmətinin nümayəndələri əldə etdikləri təcrübələri paylaşıblar. Bakı Baş Gömrük İdarəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə edilməklə gömrük əməkdaşlarının peşəkarlığının yüksəldilməsi mövzusunda təlim keçirilib. Təlimdə gömrük əməkdaşlarına narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, yeni növ sintetik narkotik vasitələr, halüsinogenlər haqqında ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Gömrük İdarəsində gömrük əməkdaşlarının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, peşə fəaliyyətindən irəli gələn risklərin müəyyən olunması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə tibbi skrininq müayinələri aparılır. Hava nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları Trabzon-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşının çamadanlarından, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən 334 qram qızıl zinət əşyaları, 2264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmayan 1200 ədəd siqaret aşkar ediblər. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.